Город просыпается. Верно, верно, все правильно. Просыпает, yok, просыпается olmalıdır. Mütlak orada. Кстати, просыпает и просыпается — это абсолютно разные слова, как вот гулять и прогулять. Просыпаться и проспать. Просыпаться bilirik uyanmaktı, проспать ise ikisine yatıp kalmaktı. Например, вот я проспала сегодня работу, да, например, я должна была встать, допустим, в 7 утра и в 8 выйти из дома, чтобы поехать на работу, но я проснулась, не знаю, в 8, например, 8:30, допустим. Я проспала работу, я опоздала на работу, потому что я проспала. Пробуждается, супер, тоже может быть. Просыпается, пробуждается, очень хорошие слова. Tak, dərslərlə bağlı, qiymətlərlə, cədvəllərlə, müddətlərlə bağlı xahiş edirəm ki, WhatsApp-a yazasınız. Artıq orada da kifayət qədər çox mesajlar var görürəm. Sadəcə indi sizə cavab verə bilmirəm. Efirdən sonra mütləq sizə cavab verəcəm. Bütün suallarınıza məmnuniyyətlə cavab verərəm. Tak, bizim filiallarımız ümumiyyətcə heç yerdə yoxdur. Çünki biz ancaq onlayn şəkildə fəaliyyət göstəririk. Onlayn dərslərimizlə maraqlana bilərsiniz. Bizə yaza bilərsiniz WhatsApp-a. Nömrə də profil.